yanlış fikirləri. Qaraşın üzünə yaraşmayan xırdaca ağzı məsud uşaq təbəssümü ilə açılmışdı. Qaraşın, xırdaca, bir də məsud, yəni ki, xoşbəxt. Sifətin hər üç dərəcəsinə aid nümunə işlənmişdir. Deməli, sən baxırsan burada, qaraşın azaltmadır, xırdaca çoxaltmadır, məsud da adi dərəcədədir. Deməli, 1 doğrudur. Rəng bildirən sifət var deyirsə, baxırsan burada da ki, qaraşın rəng bildirir, doğrudur. Deyir, qoca işçilərə yaxınlaşdıqda onların yorğun simaları fərəhli bir təbəssümlə işıqlandı. Qoca var burada, yorğun var, bir də fərəhli var. İndi baxaq görə burada nə deyir bizə? Deyir, həm isimdən, həm də feildən düzələn sifət var. Yormaqdan yorğun feildən düzəlib, fərəh ismindən də fərəhli yaratdı. Bu da doğrudur. Quruluşuna görə sadə olan sifət işlənmişdir deyirsə, qoca burada. Amma axı burada da məsud və qaraşın var. Deməli 4 harda yazılmalıydı? Ortaqda yazılmalıydı. Bu səbəbdən 4 yanlış fikirdir. Başa düşdün? Yəni sənin variantın 1 artı oldu 4. Bütün sifətlər təyin vəzifəsindədir deyirsən. Burada da baxırsan ki, bax ikinci cümləyə bax. İşıqlandı, onların simaları. Yorğun üçüncü növün ortasına daxil olan sifətdir. Onu da parçalayıb sən təyin edə bilməzsən. Çünki üçüncü növ parçalanmır bu səbəbdən də. Başa düşdün? Və yaxud da ki, qaraşın üzünə yaraşmayan fiili sifət tərkibidir. Bunu da sən parçalayıb təyin edə bilməzsən. Deməli 5 də səhv olduğu üçün 5-i də bura əlavə edirik. Mürəkkəb sifət işlənməmişdir deyirsə, baxırsan ki, qaraşın sadə, xırdaca sadə, məsud sadədir, qoca sadə, yorğun düzəltmə, fərəhli düzəltmədir. Mürəkkəb sifət işlənməmişdir də doğru fikirdir. Hamısına görə yanlış fikir istəyirsə 4-5, yəni D variantı götürəcək yoldaşlar.